Öd daşı olan xəstələrin ən çox etdiyi səhv pəhriz edirəm, demək ki, təhlükə yoxdur düşüncəsidir. Pəhriz ağrını azalda bilər, amma öd daşını yox etmir. Öd daşı səssiz qalır və bəzən özünü biruzə verir. Öd kisəsinin iltihabı baş verir, şiddətli öd daşı sancısı yaranır, öd yollarının tıxanması baş verir. Bir çox insanlar illərlə öd daşı olsa da şikayəti olmur və təhlükə yoxdur deyə düşünür. Belə bir hal yaşamamaq üçün öd daşınız varsa və şikayət vermirsə, ən azından həkim nəzarətində olun, ultrasəs kontrol müayinələrdən keçin və simptomunuzun yaranmasına diqqət edin. Yüngül simptomları qulağardı etməyin. Düzdür, pəhriz sağlamlıqdır, amma yanaşı olaraq öd daşınızda varsa, bir qədər simptomlarınıza diqqətli olun və nəzarətdə qalın.